zülmlə, təhdidlə və qanunsuzluqla üzbəüz qalan biri olaraq yenə də üzümü Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə tutaraq müraciət edirəm. Cənab prezident, illərdir ki, sizə yazdığım şikayət məktublarından və yüzlərcə girdiyim qəbullardan bildirirəm ki, ola bilməz ki, dövlət qurumu tərəfindən mənimsənilmiş əmlakıma görə mənə dəymiş ziyan ödənilməsi barədə məhkəmə qətnamaları olduğu halda dövlət qurumunun Azərbaycan Respublikasının adından çıxardılan dövlətin adından çıxardılan məhkəmə qətnamalarını icra etməməsindən sizin xəbəriniz olmasın. Bunu ona görə bildirirəm ki, cənab prezident, çünki mən bu haqda hətta sizin ən yaxın köməkçiləriniz Fuad Ələsgərovun, Şahmar Mövzuvun, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin, ədliyyə nazirləri, ombudsman, bütün dövlət qurum rəhbərlərinin mən bu haqda qəbulunda olmuşam. 83 qəbul keçirmişəm. Hamısı da deyir ki, biz hər 6 aydan bir dövlət rəhbərinə məruzə edirik bu haqdakı Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlətin adından çıxardılan məhkəmə qətnamalarını icra eləmir. Və onların dediyini əsasən mən bildirirəm ki, hətta icra prokuror şöbəsində də mənə bildirirlər ki, biz nazirliyə məlumat veririk ki, dövlət qurumu icra eləmir. Nazirdə prezidentə hər 6 aydan bir hesabatda bildirirlər. Deməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yaxud digərlərinin məhkəmə qətnamasını icra etməməsindən belə çıxır ki, bunların deməyinə, dövlət qurum rəhbərlərinin deməyinə sizin şəxsən xəbəriniz var. Və belə olduğu halda, əgər xəbəriniz varsa, əgər siz göstəriş verirsinizsə də buna ki, dövlətin adından çıxardılan məhkəmə qətnamaları tək mənə görə, digərlərinə görə də icra niyə edilmir? Demək, bunlar bütün dövlət qurumlarını da saymamazlıq edirlər. Necə ki, Ekologiya Nazirliyi və digər qurumlar, Nazirlər Kabinetinin qərarını saymırlar, həm də ki, dövlət qurumları, nazirlər sizin də göstərişlərinizi əməl eləmirlər. Çünki buna özəldirlər ki, biz bunu prezidentə məruzə edirik hər 6 aydan bir. 7 ildir. 7 il ərzində demək, ən az 14 dəfə demək, ən az 14 dəfə, 12 dəfə məruzə olunub. Əgər bunları yalan demirlərsə. Bəlkə də məruzə eləməyiblər, yalandan deyirlər, vətəndaşın başının altında yastığı qoyurlar. Əgər vətəndaşın başının altında yastığı qoyurlarsa, cənab prezident, yenə də bildirirəm, açın dəftərxananı, köməkçiləri açsın dəftərxananı, sizin köməkçilərinizdən dəfələrlə qəbullarında olmuşam. Minlərlə sizə yazdığım müraciətlər, elektron poçtlar, köməkçilərinizin qəbulunda olmuşam. 12-13 dəfə prezident administrasiyasında qəbul keçirmişəm. Cənab Fuad Ələsgərovun, cənab Şahmar Mövzuvun qəbullarında olmuşam. Mehriban xanımın katibliyinin bir neçə dəfələrlə qəbulunda olmuşam. Bütün dövlət qurum rəhbərlərinin, baş prokurorun, ədliyyə nazirinin, ombudsmanın, daxili işlər nazirinin mənə olunan hədə-qorxulara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kiçik Qızılağac balıq artırma rəhbəri Abbasov Dadaş Nasibov tərəfindən mənə olunan hədə-qorxular, təhdidlərə görə 3 dəfə də şəxsən mən cənab Vilayət Eyvazovun qəbulunda olmuşam. Lakin hələ də həmin o kəs, həmin o sözümə görə bağışlasınlar izləyicilərim, həmin o dırğır hələ də vəzifəsində bəlkə də işləyir. Bəlkə də hələ də işləyir. İcra Prokuror şöbəsi niyə bugünkü günə qədər borcu təşkilatı hesabına inkasa sərəncamı qoymur? Axı nəyə görə? Bu nə əsasla qoymur? Hansı səbəblə qoymur? Niyə Ədliyyə Nazirliyi bunu tələb eləmir? Mənim yanımda şəxsən may ayının 6-sında cənab Fuad Ələsgərov, İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədova göstəriş verdi. Hələ bugünkü günə qədər nə bir dənə məktub gəlib, İcra Prokuror şöbəsindən, İcra Baş İdarəsindən, Ədliyyə Nazirliyindən göstəriş orada verilib. Necə lazım ki olunsun, hələ bugünkü günə qədər heç bir nə kağız var, nə bir cavab var, heç bir şey yoxdur. Bu necə qəbullardır Azərbaycan Respublikasında keçirilir, cənab prezident? Rayonlarda qəbullar keçirilir, bütün dövlət qurum rəhbərləri qəbullar keçirilir. Xırdapara bir dənə qonşu davasından başqa, hasar davasından başqa heç bir şey həll olunmur. Eləsinlər də dövlətin adından çıxardılan məhkəmə qətnamaları var mənim əlimdə. Ədliyyə nazirlərində göstərmişəm, baş prokurora göstərmişəm, ombudsman dəfələrlə qəbulunda olmuşam, lazımi bütün qurumların qəbulunda olmuşam, prezident administrasiyasının qəbulunda olmuşam, əlimdə məhkəmə qətnamaları göstərirəm, ali məhkəməyə qədər mənə xeyrimə qərar çalır. Niyə icra olunmur? Yoxdur dövlət qurumlarının pulu.
Büdcədən yeməyə bunların pulları var, öz büdcələrini doldurmaya pulları var, şəxsi əmlakların artırmaya pulları var, villa evlərin, maşınların artırmaya, oğramaya pulları var bu dövlət qurumlarının. Dövlətin adından çıxarılan məhkəmə qətnamalarını icra eləməyə pulları yoxdur. İndi də borcu təşkilat verilib Kənd Təsərrüfatı Nazirliyinə. 2 dəfə də Cənab Mazlum Məmmədovun qəbulunda olmuşam. İnşallah 3-cü dəfədə ki, bu ayın 3-də Lerik rayonunda qəbul edəcək vətəndaşlar, yenə də onun qəbuluna gedəcəm. Görək nə yerdə qalırlar məsələ. Mənə bir dənə cavab gəlir ki, bu tapşırılıb İqtisadiyyat Nazirliyinə, Ekologiya Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə. Bir dənə məhkəmə qərar, məhkəmə qətnamasın. Vətəndaşa dəymiş köpük quruşu 3 dənə nazirlik ərsəyə gətirib çatdıra bilmir. Kür sizin nazirlik başçısı ki, belə dövlət idarə edirsiniz, belə qanunçuluq aparırsınız, belə dövlətə xidmət edirsiniz. Cənab Prezident tapşırır ki, vətəndaşın qeydinə qalın, vətəndaşın başından basırsınız. Budur sizin idarəçiliğiniz. Nazirliklərə mən bildirirəm. Budur sizin idarəçiliğiniz. Budur Azərbaycan Respublikasına verdiyiniz qiymət. Budur qanunlara verdiyiniz, qoyduğunuz hörmət. Budur Azərbaycan vətəndaşına verdiyiniz qiymət. Cənab Prezident, xahiş edirəm, bu məsələni nəzarətə götürün və mənə dəymiş ziyanın ödənilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, yəni orada sənəddə belə yazılır. Bunlara tapşırın ki, dövlətin adından çıxardılan məhkəmə qətnamalarını biraz az yesinlər, biraz az civlərini doldursunlar, bitkiyə götürüb vətəndaşa dəymiş ziyanı ödəsinlər.